Şəhid Əbülfəz Mehdiyevin 60 illik yubileyi münasibətilə şəhidin adını daşıyan Qubadlı rayon Uşaq Musiqi Məktəbində tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları tərəfindən torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib. Vətənpərvərlik mövzusunda və şəhidlərimizin xatirəsinə həsr olunmuş musiqilər və şeirlər səsləndirilib. Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev qeyd edib ki, 1-ci Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfər şəhid olub, 274 nəfər əlil olub, 100 nəfərdən çox sakinimiz isə itkin düşüb. 44 günlük vətən müharibəsində Azərbaycan ordusu Müzəffər Ali Başkomandan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa edib. Tədbirdə Qubadlı rayon İcra Hakimiyyəti aparatında vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sənan Həsənov və digər çıxış edənlər vətən müharibəsində qazanılan zəfərlə bağlı öz fikirlərini və şəhidimizlə bağlı xatirələrini bölüşüblər. Şəhidimizin ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə Ali Başkomandan Prezident İlham Əliyevə, 1-ci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildiriblər. Qeyd edək ki, Əbülfəz Bəbiroğlu Mehdiyev 1965-ci il noyabr ayının 1-də Zəngəzur mahalı Qubadlı rayonunun Tarovlu kəndində anadan olub. 1992-ci il iyun ayının 30-da doğma Tarovlu kəndinin müdafiəsi uğrunda gedən döyüş igid topçunun son döyüşü olub. O qanlı döyüşdə sinəsindən ağır yaralanıb və qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Mehdiyev Əbülfəz Bəbiroğlu ölümündən sonra vətən uğrunda medal ilə təltif edilir. Qubadlı rayon Uşaq Musiqi Məktəbi şəhid Əbülfəz Mehdiyevin adını daşıyır. Ailəlidir. Mənsum adında bir oğlu yadigar qalıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin.